Bir daha salam, xoş gördük hamınızı yeni vlogda. Bu günlərim sizə 2 saatın içində nə etmişəm, onları çəkmişəm. İnşallah ki, bəyənərsiniz. Bu yağışlar da bitmək bilmir. Mən yağış sevən insan, belə sərin havanı sevən insan. Artıq mən də istəyirəm ki, gün çıxsın, biraz hava isinsin. Çünki aprel ayı da elə keçdi, may ayı da artıq belə keçir, yağışlı keçir. İnşallah ki, hava isinər, qabaqda yay gəlir, isti günlər olar inşallah. Və burada da səhər namaza dururam, ondan sonra yatmıram, elə saat 5-ə qalmış oyanıram, sonra yatmıram ki, çünki gedib təzədən yatsam. Onsuz da 7-nin yarısında oyanmalıyam, narahat oluram elə də az yatanda. Ona görə heç yatmıram, elə dedim, nə işim var, hamısını görüm, uşaqları oyadana kimi. Bu su qabını yudum, bunu tez-tez yuyuruq ki, içində su qalır. İçi belə qaralan kimi olur çox qalanda. Ona görə həftədə 1-2 dəfə bunu belə yuyub təmizləyirik ki, uşaqlar buradan su içirlər, təmiz olsun. Hər dəfə də bunu eləyəndə təzə təmiz qubqa götürürəm. Sonra o qubqanı artıq qablara işlədirəm. Təzə götürürəm ki, təmiz olsun ki, su tökürük içinə, su içirik, o təmiz qubqana yuyum. Onsuz da sonra bu qubqanı mən qablara işlədirəm də, qabları yuyuram bundan. Burada da sizə qarışqalarımızı çəkdim. Artıq hava isinib deyə qarışqalar çıxıblar. Yaxşı ki, o balaca qarışqalardan deyil. Onlar çox olurlar, çox gəlirlər. Hər yemək harasa düşdü, uşaqlı evdə də əllərindən nəsə düşür. Sırazu üstünə qarışqalar yığılır. Amma bu yekə qarışqalar uzağı 2 dənə olur. Bilmirəm də hardan gəlirlər. Heç tapa bilmirəm, görməmişəm hardan gəlirlər. Onsuz da mən bilsəm də hardan gəlirlər, onların yuvasına heç nə eləyəsi deyiləm. Ona görə elə belə hərdən belə görürəm ki, stolun üstündə ya mebelin üstündə gəzirlər. Beləcə çörək qoyuram, ya nəsə evdə olanda belə qoyuram ki,
bəlkə yedilər ya aparırlar da özlərindən. Heç nə eləmirik. Eləcə gəzirlər. Biraz uşaqlar biraz qorxurlar, amma böyüklər qorxurlar. Heç Sara qorxmur, əlinə götürmək istəyir. Amma deyirəm ki, dəyməyin qarışqada, neynir ki, sizə biraz gəzir burada, yemək axtarır. Onsuz da çıxıb gedir təzədən yuvasına. Göyərtilər də axşam almışdıq, artıq gecidir deyə təmizləmədim. Çünki Saranı yatırtmalı idim. Elə saxladım. Səhər indi təmizləyirəm. Doğrama vaxtıdır. İndi doğrama eləyir uşaqlar. Çox sevirlər doğramanı. Hava biraz isinən kimi artıq bizdə hər gün demək olar doğrama elənilir. Ona görə belə biz cüyüdlə kişniş ona işlədirik. Hərəsindən bir dəstə aldıq. İndi onu təmizləyib təmiz qoyuram ki, mən işdə olacam. Özləri hazırlayırlar. Göyərti təmiz olsun, hazırlasınlar özləri üçün. Artıq xiyar da çıxıbdı deyə xiyar da işlədirlər içinə. Uşaqlara da həm səhər yeməkləri üçün, həm məktəbə aparmaqları üçün belə pankeklər elədim. Bunu çox sevirlər. Bir dəfə elədim, Məlikə apardı məktəbə. Sonra dedi ki, mama, heç uşaqlar nətər bəyənibsə, deyir elə mən bir dənə yeyə bildim. 4 dənə götürmüşdü. Deyir elə uşaqlar istədi, verdim. İndi ona görə dedim biraz artıq eləyim, aparsınlar. İkisi də məktəbə ürəklə yesinlər, səhər də yesinlər. Mən də rahat oluram ki, onlar səhər nəsə yeyirlər, məktəbə gedirlər, yoxsa ki, çox vaxt yağ pendirdir, süzmədir, nəsə olanda smetandır, elə şeylər yemirlər. Nəsə olmalıdır ki, bəyənsinlər, onu yesinlər. Ona görə çalışıram hər səhər onlar üçün nəsə hazırlayım ki, məktəbə ac getməsinlər. İşlərimin də hamısını bitirdim. Stolun üstündə hazırladım. Artıq gedim uşaqları da oyadım, məktəbə hazırlaşsınlar. Hava da açıldı, yağış da kəsdi. İnşallah ki, bundan sonra günəşli hava olar. Sizinlə də burada sağollaşım. Gələn vloqlarda görüşənədək sağ olun.